Ət yeməyinin tərkibindən biz özəlliklə dəmir maddəsini almalıyıq ki, bu da immun sisteminin ən vacib maddəsidir, immun sistemini dəstəkləyici maddədir. Amma biz onun üzərindən qara çayı içəndə qara çayın tərkibindəki tanin maddəsi ətin tərkibində olan dəmirin sovrulmasının qarşısını alır. Bəlkə də elə ona görədir ki, bizim coğrafiyanın insanlarının xroniki anemiyadan əziyyət çəkdiyi müşahidə edirik və bu rəqəm gündən-günə çoxalır. O yüzdən də yeməklə çay süfrəsi eyni zamanda olmamalıdır. Minimum 1 saat üzərindən vaxt keçməlidir. İkinci səhvimiz, aşırı çox tükətilən qidalar var. Yəni, qatışdırmalar nəticəsində də sonradan çürümə prosesi çoxalır. Yəni, düşünün ki, salatlar olur, pişmiş salatlar olur, isti yeməklər olur. Həmin süfrədə desert var, çünki çay içilir, həmin süfrədə qazlı içki, meyvələr falan filan. Bütün bunlar ayrı-ayrılıqda bakteriyaların çoxalmasına münbit şərait yaradır ki, bu zaman bakteriyalar çoxalırsa çürümə bakteriyaları olur və çürümə prosesi çoxalır.